Biz Vidadi Məlikov adına Minəxolu Kənd Tam Orta Məktəbin kollektiv olaraq özümüzə borc bildik ki, məktəbimizin keçmiş məzunu olmuş şəhid Vilayət Əhmədov bizim üçün fəxr olar ki, həqiqətən də şəhidlərimizi daima anaq. Hər birimiz bildiyiniz kimi birinci Vətən müharibəsində və ikinci Vətən müharibəsində bizim kəndimizin döyüşkən, qəhrəman oğulları olub. Onlar həmişə vətənin keşiyində, vətənin sevgisində daimi dayanıblar. Yəni biz kollektiv olaraq o əziyyətində durduğumuz şagirdlərin belə vətənpərvər böyüməsində biz məktəb kollektivində çox böyük əziyyəti var. Biz həmişə öz şagirdlərimizlə fəxr etmişik və həmişə də fəxr edəcəyik. Fəxr edəcəyik ki, bizim vilayət kimi, tarix kimi, intiqam kimi, məkan kimi qəhrəmanlarımız var. Allah bütün şəhidlərə rəhmət eləsin. Həmişə mən öz kəndimizlə, öz kəndimizin gəncləri ilə, insanları ilə fəxr etmişəm. Ona görə də bu günlərim şəhid Vilayət Əhmədov məktəbimizin demək olar ki, həm güləriz, çox tərbiyəli, çox mərifətli, yaxşı oxuyan, şagirdlərə, müəllimlərə, məktəbin qız uşaqlarına həmişə hörmətlə yanaşmışdır. Yəni bizim xatirimizdə bu formada qalır. Bizim üçün çox çətindir vilayət haqqında danışmaq. Vilayətlə həqiqətən də mən fəxr edirəm şəxsən ki, belə bir qəhrəmanımız oldu. Allah ona rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi mən iki yerə bölmək heç vaxt istəməzdim. İstəyərdim ki, deyim ki, vətən uğrunda, məslək uğrunda, əqidə uğrunda həmişə onlar ayıq-sayıq dayanıblar və hər kəs öz cəbhəsində, öz yerində döyüşüb son nəfəsinə qədər. Bütün bu uşaqları, bax bizim bu Minəxorlu qəbristanlığında deyil, bu yiyan bütün şəhidlərimizi İlahi elə bir ki, özü seçibdir. Seçib, bax, vilayət kimi bir oğulu seçib, tarih kimi bir oğulu seçib, məkan kimi bir oğulu seçib, intiqam kimi bir oğulu seçibdir, Gülanlı seçibdir. Deməli, Allah bu şəhidləri özünə belə deyək də şahid seçib. Bunlar şəhiddir, şahiddir. Onları Allah öz cənnətinə, öz yerinə layiq bilibdir. Onlar ora layiq olub ki, onların qismətinə şəhidlik yazılıbdır. Yəni bu hər kəsin qismətinə yazılmır. Minlərlə, milyonlarla insanlar deyək ki, dünyasını dəyişir cavan yaşda. Məsələn, avtoqəzalardır, gündə eşidirik nə qədər yaxında ətrafda avtoqəzalar olur, nə qədər nə cavan uşaqlar hamısı o qəzalarda həlak olur və yaxud da ki, başqa bir adi bir söz üstündə, məsələn, görürsən ki, nəsə bir xoşa gəlməz əhvalat, bir ölümlə nəticələnən hadisələr baş verir. Amma bizim bu evlatlar, bu oğullar hamısı şəhid olublar. Onlar Allahın şahididir. Allah onları özünə çox-çox layiq bilibdir. Bir də ki, bir söz demək istəyərdim ki, baxın, bax bizim ətrafımızda elə uşaqlar olub ki, mən onların video yazılarını dinləmişəm. Qonşu kənd nə fərqi var? O da bizim el, bizim ovadır. Bu 4 deyək ki, dairə kəndlər hamısı bir-biri ilə el, ova, bir-biri ilə qohumdur. Mən elə uşaqların videolarına qulaq asmışam ki, onların haqqında danışıblar. Yaralı olub və yaxud da ki, səhhəti yol verməyib, xəstə olub. Amma bir gün öz evlərində dayanmayıb. Qayıdıb ki, mən, yoldaşlarım qaldı, mən qayıtmalıyam, mən döyüşməliyəm. Bax, belə uşaqların əvəzi yoxdur, heç harda. İndi bunlar, belə deyim də, bir şəhid kimi, bütöv bir nəslə, bütöv Azərbaycana nümunə oldular ki, yəni vətəni, ananı belə sevmək lazımdır. Vətənin sevgisi hər şeydən üstün olmalıdır. Onlar bunu gənc nəslə göstərdilər. Və biz də bir müəllim olaraq, bir məktəb kollektivi olaraq həmişə çalışırıq ki, uşaqlarda
vətən sevgisi, ana sevgisi, yəni vətən, ana adı boşa çəkilir. Vətən qeyrəti, ana qeyrəti o ruhda böyüdə şagirdləri. Bizim də vəzifəmiz bundan ibarətdir və bu vəzifəni çalışırıq ki, layiqincə yerinə yetirək. Allah vilayətə rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. Yeri cənnət olsun, onsuz da cənnətdir. Analar, yaxınlar bəlkə də elə bilirlər ki, onlar ancaq evlatları üçün ürəkləri yanır, düzdür. Anaların ürəkləri yandığı qədər heç kəsin ürəyi yana bilməz. Amma biz də o şagirdlər gözümüzün qabağında pillə-pillə böyüyüblər, sonra gediblər orduya. Onlar bizim üçün də əzizdir, doğmadır. Mən bunu səmimi deyirəm. Çox əzizdir uşaqlar bizim üçün, çox doğmadır. Desələr ki, Azərbaycanın o başında, dəvət eləsələr, desələr ki, Azərbaycanın o başında bizim bir şəhidimiz var, gedək o şəhidimizin dəfninə, gedək şahidlik eləyək. Biz ora qədər getməyə hazırıq həmişə. Allah rəhmət eləsin, hər vaxt gəlməyə hazırıq. Bu bizim vətəndaşlıq borcumuzdur. Bugün Antero şəhidi Vilayət Əhmədovun doğum günüdür. Allah mübarək eləsin. Allah bütün şəhidlərimizin ömrünü mübarək eləsin. O zümrədən yəni bütün Allah şəhidlərin hamısına rəhmət eləsin. Allah şəhid atalarına, analarına səbir versin. Allah canlarına sağlığı bu günü bizim yanımızdadır. Bir-birimizi həmişə yad edirik. Allah hamının köməyinizdadır. Çox sağ olun. Hamına razı olun. Buyurun. Bugün biz şəhidin atasının oğlu Vilayət qardaşımızın ad günüdür. Biz ondan ötəri yığışmışıq ki, şəhidimizi yad edək. Onu dövlət günü olduğu üçün onun cənnətdə. Bu bizim üçün bir varlıqdır. Şəhidlərimiz kimi Vilayət qardaşımız da özünə görə antiterrorda şəhid olmuş o qəhrəmancasına. Allah onun şəhid dünyasına versin. Valideynlərlə can sağlığı, uzun ömür, onlara səbir diləyirəm. Allah rəhmət eləsin. Demək, bugün Əhmədov vilayətin cənnət olan anın günüdür. Bu münasibətlə şəhid atamızın, anamızın, yəni bu gün üçün, ana üçün ağır olduğuna görə biz də onun ətrafına toplaşmışıq. Gəldik, həm səbir diləyək, həm Allah şəhidimizin ruhunu şad eləsin. Həqiqətən vətənimizin, dövlətimizin, torpağımızın, xalqımızın azadlığı uğrunda getdilər, şəhid oldular. Uf demədən həqiqətən bir kişi kimi, bir vətənsevər xalq kimi, bir vətənsevər pərvər, bir qəhrəmancasına uf demədən öz canın bu yolda verdi. Allah ruhunu şad eləsin. Allah hər birinə səbir versin ailələrini. Elə də Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Həqiqətən biri var, deyəsən dövlətimin, torpağımın yolunda canımı verərəm. Amma biri var, verəsən. Bəli, bunlar canımı verdi. Elə də bugün mən həqiqətən Ağcabədi rayonunun Münəxoğlu kənd bütün şəhid ataları ilə, elə kənd cəmaatı ilə fəxr edirəm, qürur duyuram ki, öz şəhidlərinə sahib çıxdılar. Hər bir an şəhid ailələrinin yanında olub, təskinlik verirlər. Elə də şəhidimizin hər bir an anım günü, ad günü, hər bir insan gəlib ziyarət edirlər. Çox sağ olsunlar. Allah daimi dövlətimizi, xalqımızı, bayrağımızı uca eləsin. Allah bu zəfəri xalqımıza əbədi olaraq yaşasın. Allah Ali Başkomandanı qolsular eləsin ki, həqiqətən onun gözəl siyasətindən, onun müdürük, ağlından, savadından biz hələm xalq olaraq çox istifadə eləməliyik.
çok düzgün mövqe, çok düzgün siyaset aparır. Onun için de bugün biz hem xalqımızla, hem dövlətimizlə, hem bayrağımızla, hem torpağımızla fəxr edirik, qürur duyuruq. Siz de Emin qardaş çok sağ olun ki, her an şehit ailelerinin yanında olup öz Siz sağ olun kardeş, siz de. öz həmi İmam evladı olduğunu göstərirsən, bir təmənnasız öz şəhidinə xidmət edirsən. Çox sağ ol. Siz tək qardaşları, mən şəxsən bir şəhid atası olaraq bağrıma basıram. Sağ ol. Sağ ol, öpürəm. Bugün ayın 1'i iyul bizim vilayet balamızın ad günüdür. Vilayet balamız Antitor şəhididir, Allah rəhmət eləsin. Bu şəhid, bunun belə deyək də, mən lap körpəliyindən bu uşağa dəqiq fikir vermişəm. Bu balam, belə deyim də, həmişə güldürərdi. Həmişə öz qəlbi ilə, öz ürəyi ilə, öz hərəkəti ilə bu kəndin bütün cavanlarından tutmuş yaşlılardan hamısını güldürərdi. Amma özü hiss eləyərdin ki, gülmürdü. Belə deyim ki, Allah onun bugünkü gündə, bu ad günündə atasına, anasına səbir versin. O, yeganə bir oğludur. Allah rəhmət eləsin. Allah sizə də səbr versin. Allah sizə. Buraya yığışmamızın səbəbi olur ki, vilayət balamızın bu gün mövzudur. Allah atasına, anasına səbir deyir. Bir də bütün şəhidlərimizə Allah yerini değiştirsin. Allah hamısına rəhmət eləsin. Allah səbir deyir, Maydna. Sənin qardaş, sən də sağ ol bugünkü gündə çəkirsən. Biz təmənnasız işman versən, Allah sənə də köməyin olsun. Sağ ol, borcumuzdur. O, hər bir vətəndaşın borcudur. Mən şəhid Qəhrəmanov anasıyam. Bugün biz bura vilayət balamızın mövlud günüdür. Ona görə yığışmışıq. Zöhrəni tək qoymadıq. Allah vilayət balamızın ruhu şad eləsin. Cəmi şəhidlərimizin ruhu şad eləsin. Yerlər cənnət olsun, məqamları ucu olsun. Biz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimiz bizim qəhrəmanlarımızdır. Onlar vətən üçün, torpağımız üçün, bizlər üçün canlarını fəda verdilər. Onlar daimi bizim qəlbimizdədirlər və daimi də qəlbimizdə yaşayacaqlar. Bəli. Ben antiterör şəhidi Cəfərov Mahir'in anasıyam. O vilayətlə bir gedirdi, bir də gəlirdi. Elə bir yerdə də şəhid oldular. Allah bütün şəhidlərimizə rəhmət eylesin. Amin. Buyurun. Mən də şəhid Cəmaləddin Məmmədovun anasıyam. 44 günlük müharibənin şəhididir. Bu günlərin bura vilayət balamızın mövlud gününə toplaşmışıq. Allah ona rəhmət eləsin, yeri cənnət eləsin, məqamı uca olsun. Allah atasına, anasına səbir versin. Onlar həmişə bizim qəlbimizdə əbəd olaraq yaşayacaq. Çünki onlar öz canlarını vətən yolunda fəda elədilər. Allah cəmi şəhidlərimizin hamısına rəhmət eləsin. Amin. Buyurun. Ben de Atiyetler yerin anasıyam. Günlerin biz vilayet balamızın mövzuna geçmişiz. Hani bacımın nəvəsi deyil. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Biz fəxr edirik ki, böyle bir övladlarımız var. Fəxr eləməlisiniz, bəli. Əhmədov vilayətin anasıyam, antiterror şəhidi. Sağ olsun anaları bugün məni tək qoymadılar. Siz də sağ olun ki, bugün gəlib bizi işıqlandırırsınız. Çox sağ olun. Borcumuzdur. Qarşınızda baş əyirəm. Buyur. Bu da yerin balasıdır. Hə. Fəxr Buyur. edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sağ ol bacım. Əllərindən öpürəm. Allah xoşbəxt bir olayasın, bəxtin versin. Bütün şəhid övladların bəxtin versin, gələcəyin versin. Atası görmüyor. Bugün ad günündür, adına qurban. Ve sözün hardasan, evinde yoksan. Özlerde gülüş yok, susup dodaqlar. Senin ad günündür, sen özün yoksan. Her yanda sensizlik, her yanda keder. Qara daş üstüne yazılıp adın. Həmin o mezardan boylanıp baxan. Bir ömür boyu yarımçıq arzun. Asta basın o torpağa. Orada şəhid nəfəsi var. Qan qarışmış o palçıqda sönmüş şəhid nəfəsi var. Qurban olum, yavaş gəzin. O dağlarda, o daşlarda
qara şallı bir ananın dağlar boyda yarası var. Aylar sensiz ay değil, toylar sensiz toy değil. Heç kim sənə tay deyil, çırçıraqsan ayıq ol. Yaş gəlməz yaşın üstə, qış gəlməz qışın üstə. Durmuşam başın üstə, dönüb baxsan ayıq ol. Sənsiz qəmdir həyatım, arxanca çatmır arxam. Dur biraz da mən yatım, yaralısan ayıq ol. Sən uşaqsan ayıq ol. Asta deyin asta gülü, yavaş çalın siqnalları. Bir ananın bir atanın bala deyə naləsi var. Neçə arzun qaldı yarım, neçə dilək sənsizləşdi. Heç atmayan yaşın kimi şəkrin daş üstə dilçədi. Sənsiz qaldı anan atan. Nakam köşküm bu dünyada. Heç Təzdən de, yanına çıxıb bir də. Təzəli. Montaj edeyim. Bax bir də bax. Düzəlş vereyim narahat olma. Özde bacı. Bir dakika. Bak burada apel. Deyək orada yaxşı deyil görürsən. Ben Allah gözü. neçə arzun qaldı yarım, neçə dilək sənsizləşdi. Heç atmayan yaşın kimi şəkrin daş üstə dilşədi. Sənsiz qaldı anan atan. Nakam köçdüm bu dünyadan. Hər kəs sanır səni bugün. Yad eləyir ey qəhrəman. Düzəlş vereyim narahat olma. O çarxmağa dur.